setka diye. Setka vurublar. Desene setka. Setka sürdürüyor, su sürdürür ama saklamaz bunu. Bakıdan da veriyor. Aa, bakı da zarar. Adam elinde yandırır ha. Ben de iş atır da. Bu altından vurulan şeyler. Bu görseniz. Bakın kırıklardır var. Bakın kırıklar yani saklayan bir şeylerdir. Setkadır aslında bak. Bakın vereyim sen. Altından şey vurulur. Bakın kırıklarından vurulur. Sen setka aslında kireye vurulur. Ama mümkün değil bu. Sık kalmalımız saklayan bir şeylerdir. İnşallah bir tane bir şey temizleyip fırına çekerik. Temizlediğin zaman. Ha kardeş ha. Temizledik. Eyvallah bak. Eyvallah. Setka devam materiallar atardı bak hamısı. Çıxdı. Bax, deyirlər ki, göstərmirsən, bax göstərirəm. Elə şeylər vurulmasın bura. Vuruldu, saxlamır. Onun üstündə material vursan yenə saxlamayacaq. O təmizlənməlidir, tutmalıdır, tərtəmiz olmalıdır. Ondan sonra hə, payki eləmək var. Ona bax, çata bax, göstərəcəm. Bax, hava kimi gəlir. Elə bax, 5 tonluq su çənir. Patlama səbəbi də altını düzdüyür. İnşallah bir dənə bərabər eləyirik, çəkərik. Hə, bir də hayatınız xeyir olsun. Belə bax, bax burasından patlamışdı. O belə setka var, bax, göstərə setkalar var. Setkada olan bir şeylər deyil. Ya da qeyd edelim bunları. Bilərsən bax, bakım materialı. Görürsünüz bax. Yine turba vuran da var, bakım materialı da var. Amma saxlayan bir şeylər deyil. Müvəqqətidir, yəni 3 ay gedər, 1 ay gedər, amma belə. Gələk işimizə. Göstərək bax, sıx xammaldan polietilendən istifadə etmişik. Həm suyu təmiz saxlayır, həm də möhkəmləyir. Bax, normal 2 qarış normal material olmuş. Əziyyətdir də, yəni belə deyim, təmizləmək çox vaxt aparır. Bunu 2 saat işləmişik, 2 saatdan çox işləmişik ki, bunu təmizləyək. Dibində kley deyəcək qalmasın ki, material onu tutsun. İnşallah material atansa problem olmur. İşə zamanı tərəf 5 il veririk. Bakın, mesela paykonla yedən bir də bırakmır. Bakın, patlama səbəbi, yəni göstərək altın var düzlüyündəndir. Altı tez olmayanda yine problem yaradır. Yani indi 6 diyelimsə, 6 zamanda 6 bırakmır ha. Gücə vurur bir yerə oradan çıxardır. Bakı daxili bütün divanlara gəlirik. Sumqayıta kimi rayonlarda ıslahımız var. Beləncə, burada Bakının Fatıma kəndidir. Xeyirli olsun, Allah xeyirli versin.